Bu il CBC Sport 10 yaşını qeyd edir. 10 ildir ki, idmanın ən maraqlı anlarını tamaşaçılara çatdırırıq. Bəs görəsən CBC Sport tamaşaçılar üçün nə ifadə edir? Gəlin birlikdə öyrənək. CBC Sport 10 yaşınız münasibətilə təbrik edirəm. Uğurlarınız bol olsun. Yəni həmişə izləmişik və izləyəcəyik də. Kanalı 10 yaş münasibətilə təbrik edirəm. Daha çox uğur və şans arzulayıram. CBC Sport tamaşaçı qabağında çox uğur əldə edib və izləyicinin sevimli bir kanalına çevrilib. Çünki orada Qarabağın oyunları və s. başqa möhtəşəm oyunlar da verilib. Çempionlar Liqası olsun, Avropa Liqası olsun. Tamaşaçı qarşısında böyük bir sevgiyə uğratıb. CBC Sporta uğurlar arzulayıram gələcək fəaliyyətlərində. Özüm Qarabağ azarkeşiyəm. Arzu edirəm ki, Qarabağın uğurlarını CBC Sport vasitəsilə şahidlik edək. CBC Sport bizim belə deyim də daim izlədiyimiz kanallardan biridir. Əsasən bildiyimiz kimi futbol yarışları, idman yarışlarını biz daim izləyirik. Yəni çox bəyənirik. Şərhçilər çox professional, çox belə ürəkdən aparırlar verilişi. Ona görə daim izləyirik. Yəni Çempionlar Liqasıdır, digər ölkə çempionatlarıdır. Hamısını daim baxırıq və sizə 10 yaşınız münasibətilə uğurlar arzulayırıq. İnşallah belə bir peşəkar yanaşmanı qoruyub saxlayın və daha böyük uğurlara imza atın. Ümumiyyətlə bu kanalda idmana ayrılan vaxt çox xoşuma gəlir. Nəyə görə? Demək olar ki, çox futbol oyunlarını izləmək olur burada. CBC Sport komandasının 10 yaş münasibətilə təbrik edirəm. Uğurlarınız bol olsun. CBC Sportun məqsədi həmişə tamaşaçıların zövqünü oxşamaqdır. Qarşıdakı illərdə də hədəfimiz budur və dəyişilməz olaraq qalacaq.